Bəli, düz başa düşdünüz. Bu köhnə qoşa nağaraya yeni həyat verəcəm. Bu dekorativ qabları necə hazırladığım sizə maraqlıdırsa, o zaman videonu sona qədər izləyin. Bu qoşa nağaranı rəhmətli qaynatam yoldaşıma hədiyyə vermişdi. Təəssüf ki, uzun illər zirzəmidə qaldığı üçün artıq yararsız hala düşmüşdü. Pərdəsi tamamilə çürümüşdü, taxtası da gördüyünüz kimi qurtquş zədələmişdi. Yəni taxta da çürümək üzrə idi. Təbii ki, mənim bu cür gözəl formalı taxtaları atmağa əlim gəlmədi. Həm yaşlı nəslin yadigarı idi, həm də bunun üstündə hansısa ustanın zəhməti var. Eyni zamanda zamanın sərt sınağından keçmiş bu təbii materialların da dəyəri bir başqadır. Bu cür köhnəlmiş, təbii ancaq dəyərli olan materiallardan hazırlanan əşyalar wabi-sabi üslubunda olur. Və mən də bugün təbii taxta ilə daşın kompozisiyasını yaratmağa çalışdım.